Ədalət hər yerdə lazımdır. Amma məktəbdə ədalət hamısından çox lazımdır. Ali məktəbdə ədalət hamısından çox lazımdır. Çünki uşağın siz müəllimsiniz, siz psixoloqsunuz, siz bu işləri bizdən yaxşı bilirsiniz. Uşağın, gəncin bir şəxsiyyətinin formalaşma prosesi var. O proses də uşaqlıq devrində, orta məktəbdə, ali məktəbdə keçir. Ondan sonra insan daha da təkmilləşir şübhəsiz. İş devrində, yaxud da başqa yeni təhsil almaq devrində. Ancaq əsas o formalaşma, insan kimi formalaşma, şuuru formalaşma prosesi məktəbdə gedir. Ali məktəbdə, universitetdə gedir. Əgər orada gənc, uşaq, ədalətsizlə rastlaşırsa, onda belə təsəvvür yaranır ki, bu dünya ədalətsiz dünyadır. Buna yol vermək olmaz. Ali təhsil sahəsində əsas bir yeri ali məktəblərə qəbul prosesi tutur. Orta məktəblərdə çoxları oxuyur. Təbiidir ki, hamısı ali məktəbə gedə bilməz. Ali məktəbə ancaq daha da istedadlı, daha da bilikli gənclər gedirlər. Ancaq bu vəzifə bugünkü deyil. Elə 10 il, 20 il, 30 il, 40 ildə bundan öncə bizim qarşımızda olan vəzifədir ki, həqiqətən bizim çox sayılı gənclərimizin içindən ali məktəblərə ən istedadlıları, ən bilikliləri getsinlər. Ali məktəblərə qəbul tarixi böyükdür. Ancaq Azərbaycan dövlət müstəqilliyini əldə edəndən sonra daha da müasir, daha da ədalətli hesab olunan dünya təcrübəsində test usulü Azərbaycanda tətbiq olunubdur və ötən illərin təcrübəsi onu göstərir ki, bu həqiqətən mütərəqqi üsuldur və bütün başqa üsullarla müqayisədə ali məktəblərə qəbul prosesində ən ədalətli üsul kimi tanınmışdır. Buna görə də biz bu üsulla son illərdə Azərbaycan ali məktəblərində qəbul işlərini təşkil edirik və günü-gündən də təcrübə artır. Bu da təbiidir ki, sevindirici haldır. Çünki ali məktəbə daxil olmaq üçün gənclərin çoxu maraq göstərir, həvəs göstərir, müraciət edir. Ancaq bu test usulü ilə aparılan imtahanlar düşünürəm ki, ədalətli onların içərisindən ən biliklisini seçib ali məktəblərə qəbul edirlər. Siz həmən bu test usulü ilə keçirilən imtahanlarda uğur qazanmış ali məktəblər tələbələrinin nümayəndələrisiniz. Hörmətli xanımlar və cənablar, əziz tələbələr, ölkəmizdə ali məktəblərə, universitetlərə qəbul prosesi başa çatdı. İlkin məlumatlara görə
test usulüyle aparılan qəbul kanun qaydaları bu ildə özünün müsbət nəticələrini göstəribdir. Və bütün bu təhlillər, bu geniş araştırmalar lazımdır bir ona görə ki biz həqiqəti bilək, mənzərəni düzgün təsəvvür edək, yaxud da görək. Bir də ona görə ki onlardan irəliyə gələn məsələləri həll edək. Bunların əksəriyyəti, bu məsələlərin həll edilməsi Təhsil Nazirliyinin üzərinə düşür. Ona görə də burada Təhsil Nazirliyinə siz çox geniş, ədalətli, doğru, düzgün öz təhlillərinin nəticəsində material verməlisiniz. Onlar da bunun əsasında öz işlərində lazım olan dəyişikliklər etməlidirlər. Lazım olan tədbirləri görməlidirlər. Ona görə də mən hesab edirəm ki, siz müfəssəl təhlildən sonra gərək bizə də, yəni mənə də bir geniş məlumat göndərəsiniz və o məlumata mən də baxım. Azərbaycanda informasiya və bilik bazarına ciddi diqqət var. İnformasiya texnologiyaları vasitələri Azərbaycanın elmi potensialı biliklərə əsaslanan cəmiyyətin formalaşmasına əsas verir. Azərbaycan Dövlət Neft Fondu neftdən gələn gəlirlərin idarə olunması və qorunması, iqtisadiyyatın düzgün idarə olunması və gələcək nəsillərə ötürülməsi üçün yaradılıb. Bu şəffaf beynəlxalq bir strukturdur və bu fond bizə bir sıra vəzifələri yerinə yetirməyə kömək edəcək. Bizim qara qızılımızı və neft ehtiyatlarımızı insanların rifahının yaxşılaşdırılmasına yönəldəcək. Elə böyük milli mənəvi dəyərlər formalaşdırıbdır ki, bu dəyərlərlə millətimiz daim qüdrətlənəcək və öz tarixi ədalət mübarizəsində hər zaman qalib olacaqdır. Ümummilli liderimiz Heydər Əliyevlə görüşdən başqa bir təəssüratı da sizinlə bölüşmək istəyərdim. O, Azərbaycanın iqtisadi, siyasi inkişaf yolunun davam eləməsini istəyirdi və həmin yolda bizim də gənclər olaraq rolumuzun vacibliyini açıq şəkildə həmin görüşdə qeyd etmişdi. Çox sevindirici haldır ki, həmin görüşdəki fikirlər öz aktuallığını hələ də qorumaqdadır və yenə də sevindirici haldır ki, ümummilli liderimizin qeyd etdiyi iqtisadi, siyasi inkişaf yolu indiyə qədər davam etməlidir. Bütün layihələrdə hansında ki iştirak edirəm və bunlar strateji dövlət əhəmiyyətli layihələrdir. Onlarda hər zaman keçmişdə aldığım bilikləri tətbiq etməyə çalışıram və Ulu Öndərin 2002-ci ildə bizə vermiş olduğu tövsiyələri rəhbər tuturam. Hər zaman onları xatırlayıram. Onlar mənim üçün bir bayraqdır. Bu, o uşaqkən 17-18 yaşındakı bir gəncə verilən dəyər, onu gətirib prezidentlə görüşdürən fikir idi ki, bundan sonraki həyatımızda da hər zaman nə eləyirsən elə Azərbaycanlı olduğunu yadından çıxartma, bu millətin, bu vətənin sənə verdiyini sən də bir şəkildə geri qaytar motivasiyası ilə yaşadıq.